إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله صلى الله عليه وعلى آله وصحبه وسلم تسليما كثيرا. أما بعد فأوصيكم بتقوى الله وهي وصية الله للأولين والآخرين ولقد وصينا الذين أوتوا الكتاب من قبلكم وإياكم أن اتقوا الله. Möhtərəm müsəlmanlar, əziz, dəyərli qardaşlar, ilk öncə Allahdan qorxmağı tövsiyə edirəm. Bu Rəbbimizin həm bizə, həm bizdən əvvəlki nəsillərə etdiyi bir tövsiyəsidir. Əzəmətli bir nəsihətidir. Buyurur ki, biz sizdən əvvəlki əhl-i kitaba tövsiyə etdiyimiz kimi sizə də Allahdan qorxmağı tövsiyə edirik. Və sonra Allaha həmd edirəm. Allah Teala müvəffəq etdi bizi ömrümüzü uzatmaqla bu əzəmətli aya yetişdirib və diləyirəm ki, müvəffəq etsin onun orucunu, ibadətini yerinə yetirməyə də müvəffəq etsin. Və bu əzəmətli aydır. Məhz bu ay əmr olunanda Allah Teala bəlli edib hikmətini. Baxmayaraq çox əmrlər edib Rəbbimiz. Lakin əksəriyyətinin hikmətini bildirməyib. Lakin bu ayı onun ibadətini, əzəmətli ibadətini əmr edəndə buyurub ki, Yə eyyuhəl-ləzīnə əmənu kutibə aleykumus-siyamu kəmə kutibə aləl-ləzīnə min qablikum ləalləkum təttəqun. Ey iman edənlər, sizdən əvvəlkilərə oruc fərz edildiyi kimi sizin üçün də fərz edilib. Bəlkə Allahdan qorxasınız. Ona görə də bu ay təqva ayıdır. Və bu ayın orucu özü-özlüyündə müstəqil bir ibadət olaraq əzəmətli bir ibadətdir. Əbu Umam el-Bahili radiyallahu anhu deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm döyüş üçün qoşun hazırlayırdı. Və gəldim yanına, dedim, ya Rasulullah, udu'ullaha li biş-şəhədə. Ey Allahın elçisi, mənim üçün Allahdan şəhidlik istər. Yəni, dua et. Şəhidlik istər. Dedi ki, Allahumma səllimhum və qənnimhum. Allahım, onları salamat et. Qənimət əldə edən et. Və biz salamat qaldıq, qənimət əldə etdik. Sonra yenə ikinci dəfə yanına gəldim. Döyüşə qoşun hazırlayırdı. Dedim ki, ya Rasulullah, Allah'a dua et, mənim üçün şəhadət istə. Dedi ki, sallallahu aleyhi və səlləm, Allahumma səllimhum və qənnimhum. Allahım, onları salamat et, qənimət əldə edən et. Və sonra deyir ki, Əbu Umamə, sonra üçüncü dəfə Peyğəmbər sallallahu aleyhi və səlləm qoşun hazırlayanda yenə gəldim. Dedim ki, ya Rasulallah, inni əteytükə mərrəteyn. Mən iki dəfə sənin yanıma gəlmişəm. Qablə mərrəti hədə, bu gəldiyimdən qabaq. Fəsəəltükə ən təd'ullaha li biş-şəhədə. Səndən istədim ki, Allahdan mənim üçün şəhidlik istəyəsən, şəhadət istəyəsən. Fədəəvtə Allah əzzə və cəl ən yuslimənə və yuğnimənə. Dilədin ki, bizi salamat eləsin, bizi qənimət əldə edən eləsin. Salamat qaldıq, qənimət əldə edən olduq. Elə isə mənə elə bir əməl öyrət ki, və gəlib bəzi rəvayətlərdə deyir ki, mənə bir əməl öyrət ki, onu ilə cənnətə girim. Deyir ki, sallallahu aleyhi və səlləm, Aleykə bis-səvmi fə innəhu lə mitlələh. Oruç tut, onun mislində heç nə yoxdur. Ona görə ravi deyir ki, nə Əbu Umamə, nə həyat yoldaşı, nə də xidmətçisi bundan sonra nə vaxt görülürdüsə, ancaq oruclu görülürdü. Və əgər evinin bacasından tüstü çıxırdısa,
Bilirdilər ki, qonağı gəlib. Və sonra deyir ki, Rabi, sonra Əbu Umamə dedi ki, Allahın yazdığı qədər beləcə davam etdim bir müddət. Sonra Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına gəldim, dedim ki, ya Rasulallah, fəmurni bi əməlin əxər, mənə başqa əməl əmr et. Dedi ki, ələm, ənəkə la təscudu lillahi səcdətən illə rəfəallahu bihi dərəcətək. Rəfəallahu ləkə bihə dərəcə və həttə ənkə bihə xatiyyə. Deyir ki, bil ki, Allah üçün etdiyin elə bir səcdə yoxdur ki, Allah onunla sənin dərəcəni qaldırıb günahını silməsin, salmasın. Ona görə də bu ay əzəmətli aydır. Təqva ayıdır. Bu mübarək ay hansı ki, qarşılayırsınız. Qarşılayın onu sadiq tövbə ilə, bütün günahlardan. Qarşılayın onu məğfirət diləyərək Allah Taala'dan, etdiyiniz xətalardan və öyrənin bu ayın əhkamlarını, orucun əhkamını, ibadətlər hansı ki edəcəyiz bu ayda onun əhkamlarını və bəs edir ki, bu dini öyrənmək özü xeyirdir. Mən yuridilləhu bihi xeyran yufaqqihu fid-din. Kimə Allah Taala xeyir istəsə, onu bu dində fəqih edər. Və Ramazan ayı daxil olanda Peyğəmbər sallallahu aleyhi və səlləm müjdəliyib əshabını. Və deyərdi ki, Ramazan daxil olanda, idə dəxələ Ramazan, Ramazan daxil olanda futihət əbvabul cənnə, cənnətin qapıları açılar. Və başqa bir rəvayətdə gəlir ki, vələm yuğləq minhə bəb, ondan heç bir qapı bağlanmaz. Və ulliqət əbvabun nar, cəhənnəmin qapıları bağlanar. Vələm yuftəh minhə bəb, ondan heç bir qapı açılmaz. Və sulsilətiş şeyatin, və şeytanlar zəncirlənər. Elə ki, Ramazanın əvvəli olurdu, deyirdi ki, sallallahu aleyhi və səlləm, İzə kənə əvvəlu leylətin min Ramazan, Ramazanın ilk gecəsi, futihət əvvabul cənnə, cənnətin qapıları açılar. Və uğliqət əbvabu cəhənnəm, cəhənnəmin qapıları bağlanar. Və suffidətiş şeyatin, şeytanlar bağlanar. Və yunədil munədi, bir carçı səslənər. Yə bəğiyəl xeyri əqbil, ey xeyr istəyən üst tut. Və yə bəğiyəl şərri əqsir, ey şər istəyən geri dur. Və lilləhi utəqəu minən nar, və dəlikə fi kulli leylə. Və Allahın cəhənnəmdən azad etdiyi qullar var və bu da hər gecəsindədir Ramazanın. Ona görə səhabələrini müjdəliyirdi. Deyərdi ki, ətəkum şəhru Ramazan, Ramazan ayı gəlib sizə, şəhru bərəkə, bərəkət ayı. Yaxşəkumullahu fih, fəyənzilu rəhmə, Allah Teala bu ayda sizi əhatə edər, rəhməti nazil olar. Və yəhuddur xataya, günahlar bağışlanar. Və yüstəcəbbüd dua, dualar qəbul edilər. Fərvullaha min ənfusikum xeyra, Allaha öz nəfsinizdən xeyr olanı göstərin. Fə innəşşəqiyyə mən hərumə fihi rəhmətəllah. Bədbəxt odur ki, bu ayda Allahın rəhmətindən məhrumdur. Və məna odur ki, Allaha öz nəfsinizdən xeyr göstər, yəni tələsin xeyr işlərdə, tələsin itayətlərdə, uzaq olun günahlardan. Ona görə də həqiqətən bu orucluq əslində bir ay yeyib, içməyi, şəhvəti tərk etməkdən ibarət bir şey deyil. Əslində bu oruc öyrədir bizə il boyu olan orucu. Hansı ki, o orucu tutmaq böyük müvəffəqiyyətdir, o da Allahın haram etdiklərindən oruc tutmaqdır. Ona görə fikir verir, Ramazan haqda varid olan hədislərə, fəzilətlərə hamısı işarə edir ki, Ramazan təkcə yeyib içib şəhvəti tərk eləmək deyil. Deyəndə ki, mən sama Ramazan imanən və ihtisabə, kim Ramazanı iman edərək, savabını Allahdan umaraq, oruç tutarsa,ğufirə ləhu mə təqəddəmə min dənbi, onun keçmiş günahları bağışlanar. Və mən qamə Ramazan imanən və ihtisabə, غُفِرَ لَهُ مَا تَقَدَّمَ مِنْ دَنْبِ. Kim Ramazanı savabını Allah'tan umaraq, imanla ibadətdə keçirərsə, onun keçmiş günahları bağışlanar.
وَمَنْ قَامَ لَيْلَةِ الْقَدْرِ إِيمَانًا وَاحْتِسَابًا غُفِرَ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِ. Kim Qədir gecəsini imanla, savabını Allahdan umaraq ibadətdə keçirərsə, onun keçmiş günahları bağışlanar. Və deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm, Allah Teala deyir ki, kullu əməl ibn Ədəm ləhu. Adəm övladının hər bir əməli onun üçündür. İlləs-səvm, illəs-siyam. Yalnız orucdan başqa. Gəlib bəzi rəvayətdə deyir ki, Adəm övladının hər bir əməli onun üçündür. 10 mislində 700 mislinə qədər artırırlar. Yalnız onu oruc, yəni oruc istisnadır. فَاِنَّهُ لِي O mənimdir. وَأَنَا أَجْزِي بِهِ Mən onun mükafatını verəcəm. Nə mükafatı verəcək? Allah qatındadır. Qat-qat artığı. Ne üçün? Deyir ki, Rəbbimiz تَرَكَ شَحْوَتَهُ وَتَعَامَهُ وَشَرَابَهُ مِنْ أَجْلِهِ Yeməyini, şəhvətini, yeməyini, içməyini mənə görə tərk edib. لِلصَّائِمِ فَرْحَتَانِ Oruçdan iki sevinci var. Fərhatun ində fitrihi Orucunu açanda sevinməyi və fərhatun ində liqai rabbihi və Rəbbi ilə qarşılaşdığı gün sevinci. Və xalufu fəmus-saim ətyabu indallahi min rihil misk və oruçtanın ağzının qoxusu Allah yanında misk ətrindən daha gözəldir. Ona görə bu ay oruç tutdunsa, əzaların da oruç tutsun. Oruç tutunsa, dilin oruç tutsun. Qeybətdən, nəmmamlıqdan, yalandan, söz gəzdirməkdən, iftiradan, qulaqların oruç tutsun haramı eşitməkdən, gözlərin oruç tutsun harama baxmaqdan, əzaların oruç tutsun harama əl uzatmaqdan, harama getməkdən. İzə kənə yevmə səvmu əhədikum Deyir ki, sallallahu aleyhi və səlləm, sizdən biri oruclu olduğu vaxt fələ yarfus və lə yəsxab Pis söz deməsin, pis əməl etməsin, qışqırıb səsküy salmasın. Fəidə səbbəhu əhədun əv qatələ Kimsə onu söyərsə və ya onu ilə vuruşmaq, dalaşmaq istəyərsə fəliyəqul inni imriyun saim Desin ki, mən oruç tutan bir kişiyəm. Başqa rəvayətdə gəlir ki, desin ki, inni imriyun saim, inni imriyun saim. 2 dəfə təkrarlayır sallallahu aleyhi və səlləm, desin ki, mən oruç tutan kişiyəm, mən oruç tutan kişiyəm. Deyiblər ki, alimlər nə üçün 2 dəfə təkrarlayır? Birincisi, öz nəfsinə xatırladır ki, sən oruç tutan kişisən. İkincisi, qabağında olana, onu ilə vuruşmaq istəyənə xatırladır ki, mən oruç tutan kişiyəm, yəni sənlə vuruşmaram. Ona görə tərk eləməlidir günahı hər bir növü ilə, əməli ilə, sözü ilə. Mən ləm yədə qavlə zur vəl-əmələ bihi vəl-cəhlə fəleysə lillahi həcətun ən yəda'a təaməhu və şərabəh Kim yalan söz danışmağı, yalancı şahidliyi, ona əməl etməyi, cahilliyi tərk etməsə, Allah Taala'nın onun yeməyini, içməyini tərk etməsinə ehtiyacı yoxdur. Ona görə elə oruçdan olacaq bu ayda ki, onun bu orucdan payı yalnız yeməyini, içməyini tərk etməyə qalacaq ona. Ac qalmağı qalacaq ona. Və gecələri ibadətdə edən elə kəs olacaq ki, ona o ibadətdən pay ancaq gecələri yuxusuz qalmağı olacaq. Ona görə də tövsiyə edib alimlər, bu aya yetişənlərə Allahdan qorxusunlar. Qorusunlar oruclarını hər bir asilikdən, hər bir günahdan və nə əmr olunub onlara onun yerini yetirsinlər. Səy göstərərək, xeyir işlərdə çalışaraq, itayətlərdə çalışaraq və bu ayda itayət üçün fürsət olduqca çoxdur. Sədəqədən başlamış, Allahın kitabını oxumaqla yanaşı, Allahı zikr etmək, həmd etmək, təsbih etmək, təkbir etmək, istiğfar etmək və ən əzəmətli əməllərdən biri də Rəbbinin kitabına sarılmağındır. Mömin bu ayda Rəbbinin kitabına sarılmalıdır. Çünki bu ayda nazil olub. Şəhru Ramazanəl-ləzi unzilə fihil Quran. Ramazan ayı hansı ki, onda Quran nazil olub.
Ona görə mömin çalışmalıdır bu ayda Allahın kəlamını daha çox oxumağa. Və müstəhəbdir kişilərə, qadınlara Rəblərinin kitabını oxusunlar gecə gündüz. Bəs edir ki, hər bir hərfi savabdır, hər bir hərfi 10 mislindədir. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləmlə gəlib. Və çəkinməlidir hər bir günahdan, hər bir asilikdən. Tövsiyə etməlidirlər bir-birlərinə haqqı, səbri, tövsiyə etməlidirlər yaxşılığı, çəkindirməlidirlər bir-birlərini pislikdən. Və bəs edir ki, bu ayda olan əməllərin savabı əzəmətlidir. Və bəzi alimlər deyirlər ki, bu ayda həmçinin günahlar da əzəmətlidir. Çünki şeytanlar bağlanıb, insanlar özləri, nəfsləri ilə baş-başa qalıb. Ona görə mömin vacibdir ki, ona daima Allahın ona əmr etdiyi əmrləri yerinə yetirsin, haramlardan çəkinsin. Bu ayda xüsusən önəm versin Rəbbinin əmrinə, onun itayətinə, onun qadağalarına və Rəbbimizin bizə əmr etdiyi xeyr olduqca çoxdur. Və qadağalara baxsaq görərək ki, barmaqla sayılandı. Lakin bunu ilə yanaşı nəfs, görürsən ki, harama daha çox meyl edir. Halbuki xeyr işlər saysız hesabsızdır. Xeyr əməllər saysız hesabsızdır. Bu ay sədəqə ayıdır. Bu ay xeyr ayıdır. Bu ay fürsətdir xəstəni ziyarət etməyə, fürsətdir cənazəni müşahidə etməyə, fürsətdir qohumluq əlaqələri qıran üçün, qohumluq əlaqələri saxlamağa, fürsətdir Rəbbinin kitabını kənara atan üçün, Rəbbinin kitabına sarılmağa, zikirlərdən uzaq düşən üçün, qayıtmağa, dilini Allahın zikri ilə nəmləndirməyə, dua etməyən üçün, dua etməyə bacarmayan üçün, duaya yönəlməyə və həmçinin bil ki, insan bu mübarək ayı özü üçün dönüş nöqtəsi etməlidir. Həyatının dönüş nöqtəsi etməlidir. Əgər fürsət veribsə Rəbbin sənə, nəfsini hesaba çək. O əməllər ki, hansı ki, günah edirdin, o əməlləri etməklə, o əməllərdən qayıt tövbə etməklə və qoru bu ayda, bu ayın xüsusi ibadətlərindən olan namazları, təravih namazlarını, onu cəmaatla bir yerdə qılmağa, hətta imamla başlayıb, imamla qurtarmağa və qoru həmçinin malını israfdan, tələf etməkdən, çalış, xeyr nədirsə onda sərf etməlidir. Sədəqə verməklə, zəkatını verməklə, kasıblara, ehtiyac sahiblərinə əl tutmaqla, həmçinin bil ki, bu əməllər hansı ki, bu ayda əmr olunub, onlar digər aylarda da var. Bu ayın Rəbbi digər ayların da Rəbbidir. Ona görə əzimkarlıq hansı ki göstərəcəksən, bu ayda o əzimkarlıq digər aylarda da, digər günlərdə də olmalıdır. Və ibrət götür bu aydan. Bax, zaman necə dövr etdi, ömür necə getdi. Keçən il bitirmişdin bu ayı, bu il yenidən onun astanasındasan. Bu mübarək ay ibadət ayı, hansı ki əməl ayıdır, tənbəllik ayı deyil, yatmaq ayı deyil. Necə ki bəziləri bu ayı yatmaqla keçirir orucunu. Sübhdən yatır ta məğrib namazına qədər, sonra ayılır, orucunu açır, elə bilir ki oruç tutub. Ona görə də bu ay zikr ayıdır. Dilini nəmləndir Allahın zikri ilə, az da olsa belə. Və ac qaldığında, aclıq sənə üstün gəldiyində xatırla ki, zəifsən. Əgər Allah Teala bu neyməti, toxluq neymətini verməsəydi sənə, heç idin, yox idin və xatırla acları və bil ki, necə neymət içərisində olmusan və bu ayda tərk etdiyin mübah sənə ibrət olmalıdır və həmçinin bu ay fürsətdir. İmtina edəsən, tərk edəsən pis vərdişlərdən, hansılara ki adət etmirsən, siqaret çəkmək kimi, içki içmək kimi, ağlı aparan vasitələrdən istifadə etmək kimi, nə zərərdir canıva, nə zərərdir malıva. Bil ki, canın da, malın da əmanətdir. Nəfsivi hesaba çək, bil ki, nə vaxtsa soruşulacaqsın ondan. Və sərf et malını, canını Rəbbinin itayətində. Həmçinin bu ay fürsətdir ki, küsənlər barışsın,
bağışlamağı bacarmalısan. Sənə zülm edən olsa da bağışla ki, Rəbbin də səni bağışlasın. Həris ol, Allah Taalanın əmr etdiyi bu orucu Peyğəmbərinin tutduğu kimi tutasan. Səhurunu edəsən, çünki səhurda bərəkət var. İftarını vaxtında açasan, tezləşdirəsən, çünki iftarı tezləşdirmək bu ümmət üçün xeyir əlamətidir. Səhuru gecikdirmək bu ümmət üçün xeyir əlamətidir. Həmçinin həris ol, oruç tutanların orucunu asmaq üçün onlara iftar verməyə ki, sənə də ondan pay olsun. Və səxavətli ol və bil ki, səndən də səxavətli Rəbbindir. Hansın ki, verib sənə bu neymətləri. Rəhimlərin ən rəhimlisidir. Yönəl ona tövbə ilə. Allah Taala tövbə edənlərin tövbəsini qəbul edəndir və asilərin də cəzasını şiddətli verəndir. Və elə bilmə ki, Rəbbin unudur, xeyr, Rəbbin möhlət verir, lakin unutmur. Ona görə günah etmisənsə, bil ki, Allah Taala örtübsə sənə bu günahı, bu aya səni yetişdirməklə fürsət verib ki, qaydasan. Tövbə edəsən, qaydasan o günahdan və bir daha o günaha qayıtmayasan. Həmçinin bu ay fürsətdir o kəslər üçün ki, namazlarında səhlənkar idilər. Fürsətdir o kəslər üçün ki, namazlarına doğru düzgün riayət eləmirdilər. Allah Taala fürsət edib bu ayı sənə. Səhərə qalxdığında rahatlıqla sübh namazını yerinə yetirəcəksən. Eləcə də işə namazını rahat cemaatla qılacaqsan, sonra təravihləri qılacaqsan. Elə isə bu fürsəti dəyərləndirib, bu ay çıxandan sonra da o ibadətlərdə səhlənkar olma. Əksinə, necə bu ayda əzimkar idinsə, o aylarda da əzimkar ol. Və elə bilmə ki, bu ay qalıcıdır, yox. Bəs edir ki, Allah Taala bu ayı öz kitabında sayılan günlər adlandırıb. Sayılan bir şey, əgər sayılandısa, bil ki, o tez gəlib, tez gedəndir. Ona görə bədəvi ərəblər zamanında Ramazan ayının 13-ü olanda deyərdilər ki, Ramazan ayı artıq bitib. Ramazan ayı artıq qurtarıb. Budur, ayın astanasındasan və bir də baxacaqsan ki, Ramazan ayı öz səhifələrini qatlayıb vidalaşmağa doğru gedir. Bu bəzi xatırlamalar idi. Bu ayın əzəmətini dərk edən, bu aydan istifadə edən şəxsdir. Və bu ayın əzəmətindən məhrum olan, bu ayın xeyrindən məhrum olandır. Qalxır Peyğəmbər sallallahu aleyhi və səlləm minbərinə 3 pillə qalxır və hər pillədə deyir ki, əmin, əmin, əmin. Səhabələr təəccüb edir, deyir ki, ya Rasulallah, nəyə əmin dedin? Dedi ki, Cəbrail gəldi, dedi ki, burnu üstündə sürünsün o kəs ki, valideynləri onun yanında qocaldı, onu cənnətə salmadılar. De əmin, dedim əmin. Dedi ki, burnu üstündə sürünsün o kəs ki, sənin adın onun yanında zikr olundu, sənə salavat demədi, yəni paxıllıq etdi. De əmin, dedim əmin. Dedi ki, burnu üstündə sürünsün o kəs ki, Ramazan ayı daxil oldu, çıxdı, o kəs bağışlanmadı. De əmin, dedim əmin. Allahdan diləyirəm ki, Allah Taala bizi və bütün müsəlmanları bu ayda müvəffəq etsin. Sevdiyi, razı qaldığı əməllərə, bizi bu aya çatdırdığı kimi bu ayın orucunu, ibadətini yerinə yetirməyi də müvəffəq etsin. İmanla, savabını Allahdan umaraq, Allahdan diləyirəm ki, Allah Taala bütün müsəlmanlara öz lütfündən əta etsin ki, hər bir məkanda onlar Allah Taalanın dinində fəqih olsunlar. Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinsinlər, doğru yolda olsunlar. Nə salamatlıq səbəbidirsə ondan tutunsunlar və Allahın qəzəbinə düçar ola biləcək nə əməllər varsa onlardan uzaq olsunlar. Allah Taala ölkəmizi və digər müsəlman ölkələrini xətadan, bəladan qorusun. Ölkəmizə əmin-amanlıq diyarı etsin. Bu Ramazan ayı boyu əmin-amanlığı davam etsin və Ramazandan sonra da Allah Taala dövlət başçımızı qorusun. Onu xeyir işlərə müvəffəq etsin. Ətrafında ona xeyirdə dəstək olan insanları cəm etsin. Şər, məkirli insanları ondan uzaq etsin. Ölkə üçün, xalqımız üçün,
nə xeyirdirsə, nə faydadırsa onu ona müvəffəq etsin. Şəri fəsadı ondan və ətrafında olan ailə üzvlərindən uzaq etsin. Əqulu mə təsmə'un və əstəğfirullaha li və ləkum və lisəiril musliminə min kulli zəm fəstəğfiruhu innəhu vəl-ğafurur rahim.